Azərbaycan-Özbəkistan münasibətləri son dövrlər ərzində tarixin ən parlaq dövrünü yaşayır. Bu il Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu baxımdan 15 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Eyni zamanda bu səfərin Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü ilə bağlı olması isə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını təcəssüm etdirir. 16 noyabr Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşünün Mərkəzi Asiya üstəgəl Azərbaycan formatında iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın tam hüquqlu iştirakçı qismində Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü formatına qoşulduğunu elan etdi. Şavkat Mirziyoyev bu münasibətlə Prezident İlham Əliyevi təbrik etdi və bu addımın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağını və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağını bildirdi. Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Tacikistan Respublikasının Prezidenti Emomali Rəhman Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərinə qoşulması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bugün Azərbaycan və Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çox əsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Bugün Azərbaycan və Mərkəzi Asiya şərqlə qərb, şimalla cənub arasında birləşdirici bənd və körpüdür. Orta dəhlizin inkişafı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunan dövlət başçısı bildirdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yük daşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərarın münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqlədiyinə, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Mərkəzi Asiya regionu daim 5 ölkənin Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkmənistan və Tacikistanın adı ilə birlikdə çəkilirdi. Bundan sonra isə regional inteqrasiya tamamilə yeni mərhələyə qədəm qoyur. Azərbaycan artıq faktiki olaraq Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur və bu istiqamətdə keçirilən bütün təmaslarda tam hüquqlu iştirakçı statusu qazanır. Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxır. Bu son illər sürətlə inkişaf edən strateji əməkdaşlığın məntiqi davamı, eyni zamanda Azərbaycanın şərqlə qərbi birləşdirən əsas sütun olması ilə əlaqədardır. Azərbaycan yalnız regional deyil, qlobal əməkdaşlığında mühüm faktordur. Bununla Azərbaycan paralel şəkildə iki böyük regional məkanda aparıcı aktor rolunu oynayacaq.